Salam Şərafət xanım, necəsiz? Bugün sizin qonağınızıq. Cəvahir Qaraqızınla nə vaxt tanış oldunuz? Necə tanıyırsınız? Buyurun. Mən sizi çox sevirik biz. Ümumiyyətlə sizin o şeirlərinizi, sizin şeirlərinizə yazılan mahnıları sevə-sevə, dinləyə-dinləyə gəlib sizin sorağınızla düz evinizə gəlmişik. Buyurun, bir neçə kəlmə. Gəlişinizə qurban olun. Sizin də Həkim Zeynəb xanımın da. Siz Cəvahir Qaraqızla tanış olmuşsan bir 10 il var. 10 il, 15 ildən artıqdır. Sizinlə çox yerlərdə, tədbirlərdə olmuşam. Siz sinə dəftərsiniz. Düzdür, mən də şairim, mən də pis yazmıram şeirlərim. Özüm haqqında təvazökar adamam demək istəmirəm. Ancaq siz şeir deyəndə sinə dəftər kimi sinə dəftərsiniz. Mən sizə həmişə heyran olmuşam sinə dəftərliyinə, ikincisi də insanlığına, xanımlığınıza, ondan sonra sizin hər yazdığı bir şeir Cəvahirdir, adınız kimi, dürdür, qızıldır. Allah səni daha da əllərinə qüvvət versin, Allah ürəyin 100 yaşatsın Cəvahir xanım. Cəvahir xanımla biz Mərdəkanda olmuşuq, müxtəlif yerlərdə olmuşuq, çıxışlarda olmuşuq. Mən ondan gizlətdim, ancaq o çıxış eləyəndə mən heyran qaldım ki, onu o sinə dəftər kimi hər şeyi sinədən deyildi. Amma mən isə bəzən unuduram, indi bir yaşlıyam da. Sizə də o qədər ömür arzulayıram, 85 yaşım var. Ağrısız, acısız. Ancaq mən biraz yıxıldım, biraz zülüm çəkdim, də zülüm çəkirəm biraz. Allah Teala sizə dünyanın ən şirin nəməti can sağlığıdır. Can sağlığı olanda xoşbaxtlıq da olur. Hər yerə yazıb yaratmaq da olur. Sizə də onu arzulayıram. Mənim əzizlərimsiniz ikiniz də. Mənim qızım kimidir, mən sizdən biraz yaşlar böyüyəm. Bizim xilaskarımız, həkimimiz Zeynəb xanım Musayevadır, Musayeva. Zeynəb xanım Musayevada. Allah sizə can sağlığı. Valla sizin haqqınızda həmişə düşünürəm. Mənim çox şairələr var, deyir Şərafət xanım. Mən də yazıram, ancaq siz mənim üçün bir şeir hərçiləyim. Ancaq həmişə başımda dolandırmışam ki, Cəvahir xanım haqqında bir gözəl bir şeir yazıb, onu oxucularımıza çatdıraq. Ancaq bir şeir azdır. Dastan da yazsa Cəvahir xanım üçün azdır. Ay, gözəl ürəyiniz var olsun. Onu düşünən beyniniz var olun. Artıq elə bilirəm ki, hər şey eləmisiniz mənim üçün. Var olun. Allah ömür versin, tezliklə oxuculara da söz verirəm ki, mənim üçün şeir yazmağı belədir ki, bir gecədə Allah vergisidir. İlham pəriləriniz nə vaxt gəlsə, onda da yazırım. Hər şey yaza bilirəm. Biraz kədərlənəndə də yazır adam. Biraz sevinəndə daha yaxşı. Duygusal olanda, bəli. Mən hələ yenə Zeynəb xanım haqqında istəyirəm ki, yazım. İnşallah. Bir neçə kəlmə Zeynəb xanım, siz də bu görüşümüz haqqında. Ən çox bir dəfə danışmışam. Sizi çox sevdim nə zaman. Siz məni dəvət eləmişdiniz Xan Yaylağı. O festival var idi ora. Həmin festival vaxtı biz bir gecə bir yerdə olmuşuq. Sizi yaxından həmin gün tanıdım. Və o gözəl qəlbinizi, o səmimiyyətinizi, necə Şərafət xanımı çox sevmişdim səmimiyyətinə görə. Sizi də o zaman çox qiymətləndirdim, dəyərləndim. Düzdür, sizin şeirlərinizdən hələ məlumatım yox idi. İndi buna bütün səmimiyyətimlə deyirəm. Amma o kitabınızı mənə hədiyyə eləyəndən sonra orada bir kuplet məni çox tutdu. Orada deyirdiniz ki, təklərin yanında axtarın məni. Çoxların onsuz da çoxdur. Təklərin yanında axtarın mənim. Çoxların onsuz da çoxdur.
yanlısı. Yəni ki, tənha insanların, Başa düşürəm mən sizi. kimsəsizlərin, Kimsəsizlərin. bax onların yanında mən həmişə varam, Bəli. həmişə varam. Və o şeiriyyətinizin səmimiyyətinə də çox inandığım üçün mən də çox sevirəm haqqı tapdalananların. Arxalı insanların həmişə onsuz da var arxası. Bəli. Onsuz da onların Bəli, tapşıranı var. bəli. Mən onların yanında yox, təklərin yanındayam. Bəli, mən Bu də bir həqiqətdir. O kupletdən sonra sizi daha çox sevdim. Bildim ki, siz həqiqi mənada haqqın yanındasınız, ədalətin yanındasınız. Və mən də elə insanları çox sevirəm, zəhmətkeş insanları çox sevirəm. Şərafət xanımı bu yaşında hələ nəşriyyatdan yığışmır. Bax, onu sevirəm. o Ömür zəhmətini boyu sevirəm. Zeynep Hanım da kimsesiz adamları yüzlerle, millerle kimsesiz yanına gelen adamların öğrenip ki kimin var, kimin yok. Şərafət xanım, Kasıpçılıktan onlar həmişə sizi kürək danışır. əlini uzadır. Demək Onun odur ömrü ki, gözün uzun Sağ olsun, olun. 100 il Çox yaşasın. sağ ya olun, Rabbi. sizlə bir yerdə. Yəni Şərafət xanım da o xanımlar. səmimiyyətinə görə çox sevmişdim. O daxili aləminin, o mənəviyyatının gözəlliyinə görə çox sevmişdim. Və həm də Allaha çox şükür eləyirəm ki, sağlığında yaxşı insanlarla tanış oldum. Tanış ol. Sağ Ha, olun, yaxşı. sizlərlə tanış oldum. Bəli, bizim borcumuzdur köməksizlərə, kimsəsizlərə əl uzatmaq. Deyir, əl uzatmaq əldən qalıb. Bəli. Allah Taala deyir ki, sən bir verərsənsə, hansısa bir kövrək qəlbi sevindirərsən, mən sənə 10 qat əvəzini verirəm. Bu Qurani-Kərimin Ən'am surəsində də var. Qurani-Kərimin Ən'am surəsinin 160-cı ayəsində deyir ki, yaxşılıq edərsən 10 qat əvəzini Allah Taala verir. Bəli, mən bu surəyə arxalanıb heç vaxt elədiyimdə həmişə çalışmışam, gizlədim, bildirməmişəm. Bunu bilən göydəki Allahdır, bir də mənəm. Heç kəs bilmir kimin ürəyindən kimlər keçir, kimlər keçmir. Hətta belə bir iş oldu. Bir dəfə məclislərə bir xanım gəlirdi. Xanım biraz baxırdın ki, bunda biraz nəysə bir çatışmayan bir cəhət var. Çox istedadlıdır, çox gözəldir. Yanımdakılardan bir neçə dedi, sən Allah bir də onu çağırma. Sizi inandırım ki, o xanımın dedim, siz nə danışırsınız? Onun dünyası elədir da. Neynəsin ki, Allah Taala onu elə yaranıbdı. Deməli, o onda bunun istedadı var, amma onda elə bir zəif yeri də var da. Gərək onları da biz deyir, hansısa İslamda bizə belə Allah Taaladan belə bir şəriətimizdə belə bir şey var ki, kimisə eybini örtmək. Gərək biz onun eybini örtək. Gərək biz onun eybini örtək ki, Allah Taala da bizi sevindirsin. Və dedilər ki, onu bir də dəvət eləmə məclisinə. Dedim, mən onu hamıdan əvvəl dəvət elədim. İnanınız, bəlkə də bir dəfə belə bir dəvət var idi ki, o deyilən xanımın, başqaları dəvətlər, həmin günə bir neçə dəvət var idi. O deyilən dəvəti ki, bir də onu gətirmə məclisinə, mən onun məclisinə getdim. O arxalıların, o pulluların məclisinə getmədim. Həmin o arxasızın, o pulsuzun məclisinə getdim və getdim oradan mən o qədər daxilən, ruhən o qədər rahatlaşdım ki, nə yaxşı bir könlü şad elədim. Mənim üçün həyatda missiyam nədir? Könülləri fəth eləmək. Mənim həyatda ən böyük mükafatım odur ki, könülləri fəth eləmək. Könülləri şad Bəli, əziz dostlar, əziz tamaşaçılar, bugünkü görüşümüz bax belə gözəl Şərafət xanımla, Şərafət xanım deyəsə 85-dir, amma Şərafət xanım 90 yaşıdır. Bu təbii bir haldır, olan şeydir. 90 yaş 55 il bundan sonra olacaq. Olacaq, hə, görürsünüzmü? Hə, olacaq, düz deyirsən. Bəli, mənim əzizlərim, sağ olun, mənim əzizlərim, sağlıqla qalın. Sağ olun. 90 il, 100